Hər kəsə salam dostlar, yepyeni Free Fire videomuzda da qarşınızdayıq. Dostlarım, bu dəfəki videomuzda da yenə hesab incəlmə olacaq. Görürəm bu serini əməlli başlı bəyənirsiniz, ona görə də bu serinin davamını gətirirəm və videoya başlamazdan öncə deyirəm ki, əgər bu videoya da ən az 300 like gələrsə, yenə bu serinin davamını gətirəcəm dostlar. Videoya başlamazdan öncə kanala abunə olub, videoya like atmağı unutmayın dostlar. Hansı ki bunu hər biriniz edə bilərsiniz. Deməli uşaqlar, həmişə sizlərə bahalı hesab göstərirdim, amma bu dəfə deməli dostumuzun yazdığı kommentə görə, indi kommentini göstərmirəm, bəlkə adını göstərməsini istəməyə bilər, ona görə. Dostumuz yazmış ki, həmişə bahalı hesabları göstərirsən, bu dəfə ucuz hesabları göstər. Ona görə də sizlərə ucuz hesab gətirmişəm, hansı ki bu hesab özümdədir, hal-hazırda özümdədir. Sizlərə təqdim edəcəm. Qiymətini də videonun ilərleyen dəqiqələrində sizlərə deyəcəm. Hazırsınızsa gəlin başlayaq. Görmüş olduğunuz kimi dostlar, hesabımız budur. Təmiz bağ Gmail'i, baxın, özünüz görə bilərsiniz. Heç e-postası belə yoxdur. Tərtəmizdir, Gmail'in özü də tərtəmizdir, özümə məxsusdur. Yəni narahat olmayın, tamamilə güvənim altındadır. Gəlin elə başlayaq silahlardan həmişə kimi. Evomuz yoxdur uşaqlar, hər halda beləncə hesabdan siz Evo gözləməyin. Başlayırıq M4A1-dən. 4 ədəd M4A1 desemiz var. Scar desenlərinə baxın, boy yapasın deməli və bu köhnədir uşaqlar. Burada 64 səviyyə hesabda qiymətinə görə belə deyək də çox yaxşıdır. Özünüz qiymətini zaten eşidəndə şok olacaqsınız. Ona görə də videonu qabağa vermədən belə deyək də səbirli bir şəkildə əvvəldən sona kimi izləyin. Zaten belə deyək də videonu özüm sürətləndirəcəm. 1.3x-də görürəm ki, sizlərin də vaxtı getməsin. Baxın, burada AUG desenimiz var dostlar. Bunun pulsuz versiyalarda bu çox qəşəng AUG desenidir. 5 ədəd AUG deseni var. Parafal desenlərindən elə də güclü desenlərimiz yoxdur. Gəldi yalı çapqın. Yalı çapqın da standart uşaqlar. G36. Baxın, belə bir G36 desenimiz var. Düzdür, kuşanmıram mən bunu. Bu daha yaxşıdır. Menzili şarjörü birdir, ona görə. Sonra gəldi SKS deseni. Bu zaten çox hesabda var, amma yenə də ən azından haqqlama anonsuna görə kuşanmaq olar dostlar. ATKK deseni bu da pulsuz versiyalarda yenə də çox gözəl dəqiqətən. Öz hesabımda belə bunu kuşanıram dostlar. 680 görünümü, baxın, belə bir 680 görünümümüz var. Çox qəşəngdir, həqiqətən çox qəşəngdir. Bunu çox bəyənirəm. Atölyedə bu. Sonra gəldik, baxın, belə bir də 680 görünümü. Ümumiyyətlə 680 cəhətdən çox qəşəngdir hesab. Makineli tüfəklərdən bu standartdır. Bunu göstərir, vaxtınızı öldürməyə dəyməz. 7 ədəd UMP desenimiz var dostlar, görmüş olduğunuz kimi. Hər halda güllü UMP gözləməyin bu hesabda. Hər halda güllü UMP olsa hesabın qiyməti 2 qatına qalxar. Bu bilmədiyim həmin hə də MP5 desenidir bu. Hə, MP5-dir. Tapdım amma onu. Yerini tapdım izləyicilərim sayəsində. Gəldik bura uşaqlar. MP40 desenlərindən də görmüş olduğunuz kimi bunlar var. P90 düzdür, video biraz qısa olacaq çünki hesabda elə də çox şey yoxdur. Amma dəyərli əşyalar da içərisində var eyni zamanda. Makron desenlərindən baxın, görmüş olduğunuz kimi bunlar var. Bizon desenlərindən də bunlar var. Pompalılardan sürətli bir şəkildə göstərirəm bu arada. Deyərsin, niyə sürətli göstərsən? Çünki belə deyək də dəyərli görünümlərdə dayanıram. Baxın məsələn bunu pulsuz versələr də yenə də old sayılır, hardasa paşlayıb. Ona görə belə deyək. Baxın, bu da qəşəngdir. Bu da köhnənindir uşaqlar. Necə bunu kuşanmayıb əvvəlki sahibi. Nəysə, eyb yox, yeni sahibi kuşanar. Əsas odur ki, mən sizlərə içərisində olan əşyaları sürətli bir şəkildə göstərim. M590. Sonra AVM-in belə bir görünümü var. Bu desansı etkinlikdən vermiş uşaqlar, bilmirəm, yadımda deyil tam olaraq. Kar98 və M28B, baxın, görünümləri bunlardır. Silah deseni cəhətdən biraz zəif ola bilər, amma kasa cəhətdən yaxşıdır uşaqlar. İndi kasanı sizlərə göstərəcəm. Yaxından 6 ədəd tava, 11 ədəd pala, deməli 6 ədəd də tırpamız var. Nəysə, 14 ədəd də divarımız var dostlar. Prime 3-dür bu arada, nəzərinizə çatdırın. Prime 4-ə az qalır. Gəldik bura. Deməli, baxın, 9 günlük həftəliyimiz var. Dostumuz vurub bunu, əvvəlki sahibi. 9 günlük həftəliyimiz var. 9-u vurun 50-yə, eləyir 450 almaz. Yəni hesabda hazır 450 almaz olacaq və deyirsiniz ki, qardaş, mən bunda Evo tutarmaq istəyirəm. Evo'nun nə qədər haqqı qalıb? Evo'nun uşaqlar 34 ədəd haqqı qalıb. Cəmisi 34 çevirmədən sonra, hansı ki zaten 450 almazla artıq bunun belə deyək də 15 çevirməsini başa vurmuş olacaqsınız. Geriyə qalacaq 24 çevirmə. Bilmirəm, səhv eləmirəmsə, əgər səhv eləmirəmsə də kommentariyada düzəldə bilərsiniz. Yəni 25 çevirmə də başlayıb belə deyək də 500 almaza, 600 almaza yeni bir Evo almış olacaq. Zaten 450 almazını pulsuz bir şəkildə oyun sizə vermiş olacaq bu hesabı alandan sonra. Sonra gəldi uşaqlar, baxın 64 səviyyəli hesabdır, gəliş effekti var, görmüş olduğunuz kimi. Köhnə boya paslara baxın, əməlli başlı bu hesab oynanır uşaqlar. 16 ədəd kahraman amblemi var, təsəvvür edə bilirsiniz. Burada neçə ədəddir, burada 13 ədəddir, amma burada 16 ədəddir. Mənim hesabımda da deyəsən 16-dır ya 20-dir, 16 ilə 20 aralığındadır məndəki. Əməlli başlı oynanılıb da, uzun sözün qısası. Sonra gəldi uşaqlar, zaten buradakı mələk şalvarından görürsünüz kasanın nə vəziyyətdə olacağını. Burada deməli üz boyalarına elə də dəyərli bir şey yoxdur. Qara gözü var, baxın, görmüş olduğunuz kimi. 118 kasadır. Gəlin yavaş bir şəkildə kasanın içərisində olan əşyaları sizlərə göstərim. Baxın, bu şəkildədir. Əksəriyyəti pulsuz alınan paltar olsa da əməlli başlı hesab kasılıb uşaqlar. Yəni əsas temada elə yaşıl mələk şalvardır. Yəni bu hesab yığıla bilər bir hesabdır.
Əsas tema baxın bu. Ümumiyyətlə mən yaşıl mələk şalvarlı nicklərə niyəsə bilirsiz necə dəyərli nick kimi baxıram. Çünki bilirsiz niyə mən uşaqlıqdan özüm elə yaşıl mələk şalvarı istəmişəm. Amma elə bir normal hesab qismət olmayıb. İnşallah da elə mələk şalvarı gələndən sonra öz hesabımda mütləq və mütləq şəkildə alacağam. Baxın Vietnamka da var. Özü bu Vietnamkadan da var. Hansı ki bu da dəyərlidir. Mən amma ağ ayaqqabı quşanam. Yəni mən göz açandan elə oyuna ağ ayaqqabı ilə başlamışam ona görə. Alok ifadəmiz var. Hansı ki zaten onu bilən bilir. Old ifadədə əməlli başlı otdur. Baxın bunu da alır dostumuz. Bunu bilmirəm bu uşaqlar bu nə ifadədir. Bilən varsa kommentar yazsın. Bu boya pasın ifadəsidir. Baxın ifadələrdən də bunlar var. Bir ədəd gəliş effektimiz var. Baxın belə bir gəliş effekti var uşaqlar. Qəşəng gəliş effektidir. Bu da deyəsən avtomatdan alınmadır. Sonra gəldi uşaqlar, baxın destansı çantamız var, hansı ki 9-cu il dönümümüzdə, dostumuz elə bunu quşanır. Yaxşı eləyir məncə, çünki dəyərlidir. 2022-ci ilin Rampage'in baxın göy taxtası var. Hansı ki burada boyatdı 2024-ün. Ümumiyyətlə bu hesab 2022-də açılıb. Səhv eləmirəmsə 2022-də açılıb deyə belə old əşyalar var içərisində. Gəldiyi maşınlara baxın, belə bir motosikl desenimiz var. Motosikl desenlərindən baxın bu da var. Bu da var. Hansı ki bunlar otomatdan alınmadı. Bunların zaten dəyərini bilmirəm. Mən Blue Block xəstəsiyəm. Blue Blockda qalsın bu. Aha, baxın bu canavar kamyon deseni. Bu da dəyərlidir. Sonra gəldik bunlara. Bunu bilmirəm. Bu deyəsən boya pasdan alma bir şeydir. Bilən varsa kommentlərə buyura bilər. Gəldik profil uşaqlar. Əsas məsələ 203 ədəd profil şəklimiz var. Aşağıya doğru endirirəm. İndi dəyərlərini quşanarsınız özünüz. Burada heç bir ulduzlu deyil. Yəni random bir şəkildə düzülüşdür bu. Görmüş olduğunuz kimi. Bu da isə bunlarda karakterlərimdir. 145 ədəd uşaqlar. Baxın Kobra şimşəyi hər hesabda yoxdur bu. Tirap sancağı. Bu tirap sancağı heç mənim hesabımda yoxdur, amma bu hesabda var. Təsəvvür edə bilirsiniz uşaqlar. Baxın bu da. Bu da dəyərlidir. Amma Kobra şimşəyinin xəstəsiyəm deyə Kobra şimşəyində qalsın. Digərləri də yəni normal sıradan sancaqlardır. Sonra gəldik bunlara. Bunu bilmirəm. Baxın bunu. Bunu pulsuz verir. Bunu deyəsən nəsə otomatik idi, nəsə etkinlik idi, bilmirəm, almazla alınırdı yenə də. Baxın hazır 137 ədəd burada parçacığımız var görmüş olduğunuz kimi. Hansı ki belə deyək də, indi bilməyənlər üçün deyirəm, nə işə yarayır. Yeni evo çıxartdığınızda birbaşa yəni 3 səviyyəyə qədər qaldıra bilərsiniz bunu. 30, bir də 60 parçacıq, həm də ümumilikdə 90 parçacıq, sonra 120 parçacıq istəyəcək. İndi onu da kiçik bir almaz qarşılığında belə deyək də 4 səviyyəyə qaldıra bilərsiniz. Yəni bu parçacıq sayəsində evo alan kimi minimum 3 və ya 4 səviyyəli bir evonuz hazır olacaqdır dostlar. 93 ədəd baxın burada parça var. Hansı ki onu yığıb bir dənə yenə paltar ala bilərsiniz dostlar. Deməli başqa burada göstərə biləcəyim bir şey yoxdur. Nəysə dostlar, bu dəfəki videomuzda bu qədər. Hesabın qiymətini sizlərə açıqlamaq yadımdan çıxdı. Hesabın qiyməti cəmi 15 manatdır. Bəli, düz eşitdiniz. İstəyən olsa kommentar verib buyura bilər və ya TikTokdan da birbaşa mənlə əlaqə saxlaya bilərsiniz. Arada bir belə ucuz hesablar gətirəcəm ki, büdcəsi zəif olan dostlarımız da yararlana bilsinlər. Yəni həmişə bahalı hesablar göstərirəm. Heç olmasa dedim bu dəfə ucuz hesab gətirim. Baxın 64 səviyyəli gəliş effekti, old profilli, eyni zamanda baxın mələk şalvarlı hesabdır. Hal-hazırda da yəni yenə də dediyim kimi həftəlikdən 450 almaz pulsuz bir şəkildə verəcək. Daha bundan artıq nə istəyirsiniz? Nəysə dostlar, bu dəfəki videomuzda bu qədər. Ümid edirəm bəyəndiyiniz bir video olmuşdur. Sağ olun, salamat qalın.